Bakıxanovda, mərkəz ərazidə bir dənə düşmə variant çıxıbdı. 5 otaqdır. 5 otaq göstərəcəm, videosunu çəkim. Yerləşmə yeri yaxşı ərazidir bu. Arzu Şadlıq Sarayına yaxındır. Bax, girişdə sağ tərəfdə bir dənə otaq, yataq otağı, balkona çıxır. Leningrad proyektidir. İki tərəfdə də balkonları var. Belə bir balkonu var. Təmiri orta təmirdən biraz aşağıdır. Polu taxta poldur. Bax, göstərirəm, bax. Kraskalı poldur. Bu ikinci otaq. Burada da eyni qaydada balkona çıxırsan. Bax, burada da balkona çıxmağa yeri var. Bu 5 otaqları qəşəng 5-in 4-ə düzəltmək olur. İndi göstərəcəm. Bax, bu üçüncü otağımız. Üçüncü otaqların hamısı heç işıq yandırmıram. Bax, işıqlıdır. Geniş işıqlı otaqdır. Bax, bu dördüncü otağımız zal. Zaldır. Buradan da iç-içə bir dənə otaq var. O birisi otağa keçmək üçün. Burada da balkonu var qabağında. Bax, qapısını göstərdim, görün. Bax, qapısı. Bu da 5-ci otağa keçirdi. İstəyən olsa 5 otaq kimi saxlayar. Bu da 5-ci otağa keçir. İstəyən də olsa buranı açar, geniş bir dənə qəşəng zal yaradar. Bax, bu hardasa elə 18, 18, 36, 40 kvadrata yaxın böyük bir zal əmələ gətirir. Mərtəbəsi də yaxşıdır. 9-un 7-ci mərtəbəsidir. Bu da kuxunadır. Hamam tualeti göstərdim. Kuxunanı göstərəcəm. Bu da kuxunamızdır. 9-un 7-si Leningrad proyekti. Buradan da balkona çıxış var. Burada balkonu qatıblar içəri. 9-un 7-si 5 otaq. Bakıxanovda Arzu Şadlıq Sarayına yaxın. Qiymət də çox münasibdir. Qiyməti şərhlərdə deyəcəm. Çox münasibdir. Yəni inanın ki, çox münasib qiymət.